Bir olan Allah'ın adıyla. Selamlar ve saygılar bütün şerefli ve qeyrətli Türk xalqına. Ben Ayazam, Tehran'ın isaretinden size seslenirəm. Gönlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, sonra vermiş mənə vətənim. Vətənim verdi mənə duzla çörək, vətəni məncə unutmaq nə demək? Anadır hər kişiyə öz vətəni, bəsləyib sinəsi üstə məni, suyudur dolanıb qanım olub, o mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, ölərəm əldən əgər getsə vətənim. Vətəni sevməyən insan olmaz, olsa da o şəxslə vicdan olmaz. Belə görünür, təhqir və tohinlərə qarşı və hüquq şəhriməndi dil, varlıqdan difa etmək üçün qətlama məruz qoydular. İnsanların təkcə günahı xalqın saadəti və xoşbəxtliyini düşünmək idi və gələcəyə saadət yolunu açmaq üçün ağır vəzdə işgəncə, təcavüz, sürgün və təbid və çox sayda günahsız yaşlı və cavan dara atıldılar. Amma hələ də bu cinayət davam edir. Binada çalışdılar, bizi dəfn eləsinlər. Amma biz hələ ölməmişik. Biz hər zamanki kimi xalqımızın saadəti üçün yolumuza davam edirik və bu bizim hamımızın yolumuzdur. Çünki 100 illərdən başlanan bu zülm hələ də davam edir. Bizim üçün təkcə paltarlar dəyişilir. Taleyimə sən bax, düşüncələrim yasaq, duyğularım yasaq. Geçmişimdən söz açmağım yasaq, gələcəyimdən danışmağım yasaq. Ata babalarımın adını çəkməyim yasaq. Bilirsən, anadan doğulandan belə, özüm bilməyə, dil açıb danışdığım dildə, danışmağım da yasaqymış, yasaq. این تماس از زندان اوین می باشد. Necə ki bilirsiniz, 2 ildir ki, səbəbsiz və qeyri-qanuni Azərbaycan balalarının əsir tutub və dünyanı kar eləyən bizim xalq səsimizi heç eşidilmir. Və mən